Hörmətli Nazirlik və Prezident, Yardımlı rayonun Separadi kəndində çox ailələr uşaq pulu almır. Ayın 7-si kənd uşaqlarından sosialı ilə bağlı soruşdu. Uşaq pulu almırlar. Mənim qardaşım Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının vətəndaş qanununa xidmət olaraq hərbi xidmətini başa vurur. Amma görürəm ki, mənim qardaşım Azərbaycan dövlətinin yox, Sosial Müdafiə Nazirliyini müdafiə etməyə gedir. Sosial Müdafiə Naziri isə mənim qardaşımın uşaqlarının haqqını verməmək və haqqını, tələblərini yerinə yetirmək, hüquqlarının pozulması. Yəni, mənim qardaşım hərbi xidmətdə dövləti yox, Sosial Müdafiə Naziri müdafiə edir. Amma Sosial Müdafiə Nazirliyi mənim qardaşımın uşaq pulunu vermir. Qardaşımı müdafiə edir və qardaşım kimi minlərlə Azərbaycanda, gənc rayonlarda uşaq pulu verir. Hörmətli Nazirlik, Azərbaycan Respublikasının qanunu əsasən uşaq pulu verilməlidir. Yəni, sosial ilə bağlı, sosial ehtiyac olan kasıb ailələrdə təmin olunmalı. Çox təəssüflər ki, olsun ki, təmin olunur. Bununla bağlı dəfələrlə mənim qardaşım sosialla bağlı sənədlər toplamış və imtina vermişdir. İmtinanın səbəbi ata evində yaşayırsa. Mən bugünkü günə kimi anlaya bilmirəm ki, atanın öz hüquqları, məsuliyyəti var. Atanın övladına imkanı daxilində 18 yaşa kimi onu himayəsində saxlamaq ehtimalı ola bilir. Amma mənim qardaşım özü də bir valideyn, 3 uşaq atası da, Tanrı acır getməsi, 3 əskər böyüdür. Bugünkü gündə qanun əsasında qanunla bağlı qardaşımın öz hüquqları var. Mən artıq dərəcədə